Şəkidə 2 nəfər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Nəticədə gənclərdən biri bıçaq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Zərər çəkmişin müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Baş vermiş hadisə ilə bağlı əvvəlcə zərər çəkmişlərin yaşadıqları ünvana yollanırıq. Qapı bağlı olduğundan atasına zəng edirik. Siz valla üçüncü uşağın durumu ilə bağlı mən ora-bura qaçıram. Özüm də elə dünəndən də elə pis vəziyyətdəyəm. Biz də Allah köməyimiz olsun. Biz də xəstəxanaya gələsinik. Biz də həkimi də istəyirik danışdıraq, polisi. Amma zərər çəkmiş kimi, mən bir qardaş kimi, bir dost kimi səndən xahiş edirəm. Mən onu eləyəmərəm. Yaxşı qardaşımsan. Çox üzr istəyirəm. Mən ağsaqqal bir adamam. Allah köməyimiz olsun. Yox, mən bunu özüm həmişə pis baxmışam. Yəni deyirəm ki, mən heç şəkildə uşağını deyirəm və onu da heç vaxt dilimə gətirmərəm. Utandığımdan heç nə şey eləmirəm. Yaxşı tanıyım. Mən düzgün başa düşüm. Mənə yaxınlaşmayın. Allah. Qonşulardan öyrənirik ki, hər iki yeniyetmə məktəblidir. Eyni məhəllənin uşaqlardır. Hadisə isə onların yaşadığı küçədə deyil, başqa ünvanda baş verib. Hadisədən sonra zərər çəkmiş gənc dərhal Şəki rayon mərkəzi xəstəxanasının Şəki təcili və təxirə salınmaz tibbi yardım şöbəsinə müraciət edib. Dünən günorta radələrində bizim şöbəyə bir nəfər şəxs müraciət etmişdir. Qarın boşluğunda deşilmiş yara ilə xəstəyə ilkin olaraq cərrah həkimlər çağırılmış, müayinə olunduqdan sonra xəstə cərrahiyyə şöbəsinə yerləşdirilmiş, xəstəyə ilkin olaraq təcili təxirə salınmaz yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilmiş, hal-hazırda da xəstənin vəziyyəti stabildir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İlkin araşdırmalarla 16 yaşlı yeniyetmənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirdiyi aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir. İlkin Akifoğlu, Ceyhun Əhmədov, Nilufər Qəhrəmanova, Şəki.